Məsləhətlərdən biri, çox vacib məsləhətlərdən biri tələyə girməməkdir. Tələ nədir? Deməli, çalışın Ceyhun maşını sürəndə tıxacdan getmir söhbət. Tıxacda başqa cür mümkün deyil. Orta sürətlərə gedəndə iki tərəfinizdə maşın olmasın. Bir tərəfiniz boş olsun. Bax, bu bir tərəfin boş olmağı təhlükəsizlik pəncərəsi adlanır. Yəni, sol tərəfin boşdur da, sağdakı maşın birdən lüku görüb, sən bilirsən də bizim sürücülər necə sürürlər. Deməli, açıq lük görəndə hər şeyi yaddan çıxardırlar. Güzgüyə baxmırlar, sükanı qaçırdırlar. O qaçırtsa, siz ondan qaça bilərsiniz. Sizin solunuz boşdur. Amma iki tərəfdə maşın olsa, soldakı sizi sağa sıxsa, sağdakı sola sıxsa, ikisinin arasında konserva bankasına dönəcək. Ona görə bir tərəf boş olmalıdır, bir tərəf boş olmalıdır. Eyni zamanda tələnin bir variantı da var. Tutaq ki, maşınınızı yolun ortasında piyada durub, siz də gəlirsiniz, yolun solunda, maşının solunda piyada durub, hələ ki burnunu qurdalayır. Həmişə dediyim kimi, yəni sadəcə çatdırır ki, mən işlə məşğulam, mən yolu keçmirəm, arxayın sür. Deməli, axırıncı ana qədər elə fikirləşir, sonra elə əli burnunda da təkərin altına girir. Deməli, sağdakı maşında paralel gedir sizlə. Siz yenə də tələdəsiz. Çünki siz bu önünüzdə maşını ola sağda, soldakı piyada qaçsa, siz qaçırda bilməyəcəksiniz maşını sağa. Çünki sağınızda maşın var. Ona görə bəs tələdən necə qaçmalı? Tutaq ki, iki maşının arasındasan. Orta sürətlərdir 40-50. Qazdan ayağı çəkirsən, bunlar sənin həyatından çıxıb gedirlər. Bu məsləhət də belə.